Ey namazlarına yatıb qalan qardaşlar, ticarətçilərinə haram qoşan qardaşlar, baş örtüyünü başına bağlaya bilməyən bacılar, günahları Allahdan utanmaya eləyənlər, Allahdan qorxun və çəkinin. Allahın əzabı böyük olacaq. Allahın əzabı şiddətli olacaq. Çünki biz bilməliyik ki, hər hansı bir məxluqla bizim aramızda bir şey yoxdur. Bizim əlaqəmiz aləmlərin Rəbbi iləndir. Etdiyimiz günahlarda aləmlərin Rəbbinə qarşı çıxırıq. Deməsinlər ki, dünyada yox, özümüz bilərik. Sən aləmlərin Rəbbinə qarşı çıxırsan. Sən əlaqən Allahlandır. Onun üçün özə fikir ver. Allah Subhanahu bizləri, insanları öz nəfsindən çəkindirir, qorxuzur. Allah Subhanahu deyir ki, وَيُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهُ Allah sizi öz nəfsi ilə qorxuzur. Subhanallah. Kiminləsə yox. Özündən çəkindir, amma insanlar yenə də qafildirlər. Günahlarda davam edirlər. Və insanlar bu qəflətdən ayılacaqlar, hamısı. Bir nəfər kimi hamısı qəflətdən ayılacaq. Amma hasan, ölüm gələndə, ölüm mələyi insanların başının üzərini kəsdirəndə ayılacaqlar, amma onda da gec olacaq. Çünki dualar da qabul olmayacaq. Və həmin vaxt, həmin insan Allaha itaat eləməyi, Allahın yaratdığı onda olan başı Allaha təkəbbür eləyir, onun üçün səcdəyə qoymayan insan nə deyəcək? Qalə Rabbircuun. Deyəcək ki, Rabbim məni qaytarın. Dünyaya qayıtmaq istəyir. Subhanallah. Bir dəfə dünyada indi yenə də qayıtmaq istəyir. Ticarət eləməyə, haramlara baxmağa, oğurluq eləməyə, başını ötməməyə, namazlara yatmağa, yox vallahi, onların bir dənə fikirləşdiyi şeylər olacaq. Halə Rabbircuun, deyəcəklər ki, Rabbim bizi qaytar geriyə. Ləalli əməlu salihə fīmə tərəqtu. Ola bilsin ki, keçən günlərin əvəzində, yaxşı işlər eləmədiyim günlərin əvəzində, yaxşı əməllər edeyim. Subhanallah, indi ayrılır. Dünyadayken dəvətçilər onu çağıranda araya qoyurdular. Buna yaxın durma, pis yola çəkir səni. Subhanallah, pis yola bax. Haram içmə deyir. Sərboşluq eləmə, oğurluq eləmə, başqasının namusuna, qeyrətinə baxma. Günahlardan qorun, heç kimə söz demə. Allahın buyurduğu kimi yaşa. Gör insanlar nə qədər dönüb ki, buna pis deyirlər. Yaxşı nədir? Oğurluq elə, sigaret çək. Subhanallah, insanların stresi dəyişilir. Və həmin insan qayıtmaq istəyəcək dünyaya. Yaxşı əməl görmək, amma gecdir. Allah Subhanahu cavab gələcək. Kəllə, heç bir vaxt, mümkün deyil. İnnəhə kəlmətun huvə qailuhə. Bu elə kəlmət ki, deyir, onu deyir. Öləndə deyir sözü. Və min vəraihim bərzəxun ilə yevm yubəsun. Və onun arxasında da deyir, sözü deyir, onun arxasından sonra öləcək bu. Qiyamət gününəsən, diriləcəyi gününəsən, qalacaqları bərzaq var. İxlasla.com saytı tərəfindən təqdim olundu.